Tanınmış şərqşünas xanım Anne Marie Schimmel 1922-ci il fevralın 7-si Almaniyanın Orford şəhərində dünyaya göz açıb. Onun şərq barədə araşdırma aparmasına və eləcə də şərqşünaslıq fakültəsinə daxil olmasına səbəb uşaqlığında bir ərəb nağılı oxuması imiş. 15 yaşında ikən ərəb dilini öyrənən Anne Marie 22 yaşında Almaniyanın Marburg Universitetində müəllimlik dərəcəsinə çatıb. Maraqlı burasındadır ki, ərəb, fars, türk, urdu və bir çox dilləri mükəmməl bilən tanınmış şərqşünas 1946-cı ildən sonra Ankara Universitetində türk dilini tədris edib. 1951-ci ildə isə dinlərin tarixi üzrə doktorluq dərəcəsinə çatıb. Sonralar Harvard, Cambridge və dünyanın bir çox universitetlərində tədrislə məşğul olub. Terror nəticəsində öldürülən Pakistanın baş naziri xanım Binəzir Bhutto da məhz onun şagirdlərindən imiş. Bundan daha maraqlı bir məqam isə məşhur Alman aliminin İmam Əliyə və İmam Zeynalabidinə olan məhəbbətidir. Bu imamların kəlamları haqqında bir çox araşdırmalar aparan xanım Anne Marie Schimmel vəfatından öncə məzarının üzərində İmam Əlinin məşhur kəlamlarından birinin yazılmasını vəsiyyət edib. Hazırda onun məzarının üzərində bu sözlər həkk olunub. Ən-nəsu niyamun fə-izə mətu intəbəhu. Yəni insanlar yuxudadılar, ölən zaman oyanacaqlar.